Sonra zərf işlənməmiş cümləni istəyir. Bəzi yerlərdə qalanın qalıqları, ümumiyyətlə demişik ki, bizdən zərfi istəyirsə, fərqi yoxdur. Orada üçüncü növ təni söz birləşməsi filan belə bir şeylər ola bilməz. İndi də görmək olar, amma burada zaman zərfi var, zərf getdi. Dağın müəyyən bir hissəsinə avtomobillə qalxmaq mümkündür. Burada zərf yoxdur. Dağın müəyyən bir hissəsi üçüncü növ təni söz birləşməsi də zərf deyil. Burada başa düşməyəm, yayla bu hissədə kəskin formada yuxarıya qalxır. Yayda bu hissədə kəskin formada çox güman ki, yuxarıya qalxır. Burada da yuxarıya sözü yer zərfidir. Bizə deyir ki, işlənməsin. Burada işlənibdir, bu da getdi. Sonra ərazidə deməli hansıları çıxdıq? 1 olan variantları və 3 olan variantlar. Ərazidə bir neçə müşahidə meydançası inşa edilmişdir. Ərazidə sözü bizi çaşdırmasın ki, yer anlayışı bildirir. Xeyr, yer anlayışı bildirmir. Bu isimdir və yerli hal şəkilçisi qoşulmuş isimdir. Ona görə 3-ü 4-ü də götürəcəyik. Cəllad kəndiri hazırlayanda anda əndə bu feili bağlamadı, zərf deyil. Bənna qorxmağa başladı. Ona görə də bizim götürəcəyimiz cavab 2, 4, 5, yəni D bəndi.